Salam dəyərli izləyicilər. Bu gün sizlərlə bir yerdə leksika bölməsinin testlərinin izahına başlayırıq. Bildiyiniz kimi bundan əvvəlki videolarda fonetika mövzusuna aid bütün testləri izah eləmişdik. Kanala keçid eləyərək həmin videolarda izləyə bilərsiniz. Bu gün isə sözün leksik və qrammatik mənası mövzusuna aid testləri izah eləyəcəyim. Başlayaq birinci testdən. Deməli, birinci testdə deyir, sözlərdən biri irəli sürülən fikir, rəy mənasındadır. A variantında verilib müqavilə sözü. Müqavilə yazılı saziş, sözləşmə deməkdir. A-nı çıxırıq. B variantı monoloq. Monoloq təklikdə bir insanın öz-özünə danışması, öz-özünə söylədiyi nitqdir. Bunu da çıxdıq. Müşavirə. Müşavirə bir iclas, hər hansı bir məsələni birgə müzakirə edilməsi deməkdir. Daha sonra münaqişə. Münaqişə də çəkişmə, ixtilaf, mübahisə mənalarına gəlir. Amma D variantında mülahizə, irəli sürülən fikir, rəy deməkdir. İkinci, biri meşədə kiçik açıq sahə mənasındadır. Tək-tək variantlara baxaq. Ada hər tərəfi su ilə əhatə olunan quru parçasıdır. Yarımada 3 tərəfi su ilə əhatəli, yenə quru parçasıdır. Daha sonra tala. Tala bizim doğru cavabımızdır. Talanın mənası meşədə kiçik açıq sahədir. C-ni götürürük. Daha sonra yamac. Yamac hər hansı dağın, təpənin ən yüksək nöqtəsindən ən aşağı nöqtəsinə qədər olan səthdir. Bir də Y variantında verilib göl. Göl də su hövzəsidir. Bunu da çıxdıq. Cavab C variantı. Üçüncü, biri köksdən yuxarı abidə mənasındadır. A variantında verilib postament. Postament, abidə, heykal və s. bunların özülü, altlıq hissəsidir. Bunu çıxırıq. Daha sonra büst. Büst bizim doğru cavabımızdır. İnsanın bədəninin beldən yuxarı hissəsindən olan heykəldir. Yəni köksdən, beldən yuxarı hissə. B-ni götürürük. Daha sonra heykəl. Heykəl də bilirik ki, hər hansı daşdan, tuncdan və s. hazırlanan insan, heyvan surətidir. Barelyef. Barelyef, deməli, daş, metal, taxta səth üzərində yaradılan qabartma naxışlardır. Bunu da çıxdıq. Büt də bilirik ki, yenə heykəl kimi hər hansı daşdan və s. düzəldilən bir heykəldir. Daha sonra dördüncü, ecazkar sözünə aid düzgün fikri müəyyən edin. A variantında deyil, köhnəlmiş sözdür. Bu səhvdir. Ecazkar sözünü biz indi də işlədirik. Yəni, köhnəlmiş söz deyil. B variantında deyir, səs sözündən əvvəl işlənərək frazoloji birləşmə yaradır. Frazoloji birləşmə o zaman yaranır ki, o məcazi mənalı bir ifadə yaratsın. Biz ecazkar səs dedikdə bu məcazi mənalı yox, həqiqi mənalı olur. Həqiqətən də ecazkar səs, yəni insanı özünə cəlb eləyən bir səs ola bilər. Bu frazoloji birləşmə sayılmır. Ona görə B-ni də çıxırıq. Daha sonra C variantı. Qəribə, möcüzəli mənasındadır. Bu doğru fikirdir. Sinonimi təvazökar sözüdür. Ecazkar qəribə, möcüzəli mənasındadır. Təvazökarsa lovğalıqdan uzaq olan, özünü sadə aparan insan mənasına gəlir. Yəni bunların heç bir sinonimliyi yoxdur. Bunu da çıxırıq. Amonim kimi işlənə bilir, bu da səhvdir, işlənə bilmir. Nakam sözü ilə bağlı səhv fikirdir. A variantında deyir, tək mənalıdır. Bu doğru fikirdir. Nakam sözünün bir dənə mənası var. O da məqsədinə, arzusuna çatmamış mənasında işlənir. Arxaizm deyil. Yenə bu da doğru fikirdir. Sinonimlik yarada bilir. Deməli, sinonimlik məsələsində biz buna baxa bilərik. Məsələn, bizə verilə bilər kamsız sözü nakamın sinonimi kimi. Biz bunları sinonim götürə bilmərik, çünki kökləri eynidir. Antonim sinonim olmasından asılı olmayaraq, kökləri eyni olan sözləri, daha doğrusu kökləri eyni olan sözləri biz nə antonim, nə də sinonim götürə bilmərik. Ona görə sinonimlik yarada bilir deyə bilmərik. Amma mənasına görə arzusuna çatmayan bunu deyə bilirik. Deməli, Y variantı da düzdür. Amonim kimi işlənə bilmir. Bu da düz fikirdir. Səhv fikir oldu C variantı. 6. Mülahizə sözünün leksik xüsusiyyətləri ilə bağlı səhv fikirdir. Sinonimi mübahisə sözüdür. Elə səhv fikir A variantıdır. Çünki mülahizə hər hansı fikir, nöqteyi nəzər, rəy deməkdir. Mübahisə isə bir məsələdə öz fikrini sübut etməyə çalışanların bir bəhsidir.
mübahisəsidir. Ona görə biz bunları sinonim kimi götürə bilmərik. Tamamilə fərqli sözlərdir. Daha sonra fərziyyə sözü ilə sinonimdir. Bəli, bu ola bilər. Hər ikisi fikir mülahizə deməkdir. Leksik mənasına görə irəli sürülən fikir deməkdir. Düzdür. Amonimlik yarada bilmir. Yenə bu da düzdür. Tək mənalıdır. Düzdür. Qazanc sözünün leksik xüsusiyyətləri ilə bağlı səhv fikirdir. Gəlir sözü ilə sinonimdir. Bu doğru fikirdir. Qazanc elə gəlir deməkdir. Amonim sözdür. Bu səhvdir. Bizə verilsəydi qazanc sözü, bu amonim ola bilərdi. Amma burada bir dənə leksik şəkilçi də var. Qazanc sözü ayrılıqda başqa bir sözdür. Yəni bunun da amonimi yoxdur. Bunu qazanc sözü ilə qarışdırmaq olmaz. Leksik mənasına görə nəyinsə əldə edilməsi deməkdir. Bu düzdür. Çox mənalı sözdür. Düzdür. Antonimi zərər, ziyan sözləridir. Bu da düzdür. Möhtəşəm sözünün leksik xüsusiyyətləri ilə bağlı səhv fikir. A variantında deyilir ki, amonim ola bilmir. Bu düzdür. Ümumişlək sözdür. Bu da düzdür. Gündəlik həyatımızda işlədirik. Əzəmətli sözü ilə sinonimdir. Möhtəşəm sözü elə əzəmətli, ehtişamlı deməkdir. Sinonimdir. Bu da düzdür. Mötəbər sözü ilə antonimdir. Mötəbər sözünün mənası etibarlı, inanılan, hörmətli deməkdir. Möhtəşəm sözü isə dedik ki, əzəmətli, daha sonra ehtişamlı mənalarına gəlir. Yəni bunlar antonim ola bilməz. D variantı səhvdir. Kontekstdən asılı olaraq məcazi mənada da işlənə bilər. Yenə bu da düzdür. Baxaq 9-cu testdə. Hiddət sözünün leksik xüsusiyyəti ilə bağlı səhv fikri müəyyən edin. A variantında deyilir köhnəlmiş sözdür. Elə səhv A variantıdır. Hiddət sözünü indiki, yəni gündəlik həyatımızda işlədilən bir sözdür. Köhnəlmiş söz deyil. Ona görə A səhvdir. Amonim söz deyil. Bu düzdür. Qəzəb sözü ilə sinonimdir. Bəli, düzdür. Tək mənalıdır. Ümumişlək sözdür. Bunlar da düzdür. Məxfi sözü ilə bağlı səhv fikir. Amonimlik yaratmır. Düzdür. Gizli sözü ilə sinonimdir. Bəli, məxfinin mənası ilə gizli deməkdir. Xəlvət sözünün antonimidir. Səhvdir. Xəlvət sözü ilə sinonimdir. Antonim yox. Leksik və qrammatik mənası var. Biz bir sözün izahını verə biliriksə, deməli onun leksik mənası var. Qrammatik məna da bilirik ki, bütün nitq hissələrinin qrammatik mənası var. Yeni də çıxırıq. Ümumişlək sözdür. Bu da düzdür. 11. Hansı sözün leksik mənası düzgün izah olunmayıb? A variantında verilib mətin sözü, mətin davamlı dözümlü deməkdir, bu düzdür. Yekdillik, birlik, mütəşəkkillik, düz verilib. Lətafət, incəlik, zəriflik, bu da düzdür. Daha sonra abstrakt, konkret izahı olan verilib, bu səhvdir. Abstrakt, konkret olmayan, mücərrəd olan mənasına gəlir. Ona görə D variantını doğru cavab kimi götürürük. Aforizm, yığcam və dolğun mənalı ifadə, bu da düz verilib. Doğru cavab D variantıdır. Daha sonra 12. Hansı sözün leksik mənası düzgün izah olunmuşdur? Lətafət, incəlik, zəriflik. Bu düzdür. Daha sonra qafiyə, yaxın mənalı sözlər. Bu səhvdir. Qafiyə bir bəndin sonunda, daha doğrusu bir bənddə misraların sonunda oxşar olan səslərdən ibarət sözlərdir. C variantı amonim, yazılışı müxtəlif, mənası eyni olan sözlər. Səhvdir. Yazılışı və deyilişi eyni, mənaları müxtəlif olan sözlərdir. Mətin, hər hansı bir əsərdən parça. Bu mətindir, mətin yox. Mətin, bayaq da dediyimiz kimi davamlı, dözümlü deməkdir. Bunu da çıxırıq. Təvazökar, lovğa özündən razı. Bu da səhvdir. Təvazökar tamamilə lovğanın əksi, yəni lovğa olmayan, özünü sadə aparan deməkdir. Bunu da çıxdıq. 13. Məna baxımından məntiqi ardıcıllığı gözləməklə cərgəni tamamlayın. Bizə verilib şanlı, şövkətli, şöhrətli. Bunlar sinonim sözlərdir. Bunların da bir dənə sinonimini tapmalıyıq. Bu da A variantındakı şərafətli sözüdür ki, şanlı, şövkətli, şöhrətli sözləri ilə eyni mənaya gəlir. Daha sonra B-də verilib lətafətli, bayaq da dedik ki, incəlik, zəriflik mənasına gəlir. Heysiyyətli, həyalı, şəxsiyyətli. Bunlar da fərqli mənalı sözlərdir. Hansı sözün leksik mənası düzgün izah olunmayıb? A variantı deyir, astroloq, göy cisimləri haqqında elm. Bu səhvdir. Göy cisimləri haqqında elm astrologiyadır. Astroloq isə həmin elmlə məşğul olan şəxs deməkdir. Ona görə A variantı səhvdir. B-də deyir, təkəbbürlü lovğa. Bu düzdür, sinonimdir.
Yəni mənaları eynidir. Abzas mətnin bir sətr başından o biri sətr başına qədər olan hissəsi düzdür. Dinar qədim pul vahidi, mətn yazılı nitqin parçası. Mükalimə sözünün leksik mənası ilə bağlı doğru fikirdir. Əvvəlcə mükaləmənin mənasını deyək. Mükalimə bir neçə adam arasında gedən danışıq deməkdir. Deməli, doğru fikir istəyir bizdən. A variantında deyir malikanə. Malikanə deyil. Daha sonra B variantı münaqişə. Mükalimə münaqişədə deyil. İki şəxsin əməkdaşlığı. Yox. İncəlik, zəriflik yox. Amma bayaq da dedik ki, iki şəxs arasında olan söhbətə mükalimə deyirik. Tənə sözünün leksik mənası ilə bağlı doğru fikirdir. Tənə nə deməkdir? Danlaq, məzəmmət. Bu da B variantındadır. Daha sonra 17. Birinin leksik mənası düzgün göstərilməmişdir. Etiket, malın, eksponatın və s. üstünə yapışdırılan, üzərində onun adı olan yarlıq. Bu düzdür. Flora, hər hansı bir yerin və ya geoloji dövrün bitki aləmi. Yəni, bu da düzdür. Ezamiyyət, məzuniyyətə çıxaraq istirahətə getmək. Bu səhvdir. Ezamiyyət, hər hansı bir işi yerinə yetirmək üçün bir yerə göndərilmək deməkdir. Deməli, C variantı səhvdir. Əmlak, mülklər, torpaq, əkin yeri, malikanə və s. Bu da düzdür. Etina, artıq diqqət yetirmə, əhəmiyyət vermə. Məsələn, deyirik, bu işə etina göstər. Yəni, əhəmiyyət ver, diqqət göstər. Bu da düzdür. 18. Birində açıq sözünün mənası ilə cümlədə işlənməsi arasında uyğunsuzluq vardır. Deməli, açıq A variantında deyir, azaltma əlaməti. Deyirik ki, sifətin dərəcələrinin daha doğrusu azaltma dərəcəsinin yaradılmasında istifadə olunur. Məsələn, qızın açıq sarı saçları vardı. Burada saçının rəngini bildirmək üçün istifadə olunub, yəni azaltma dərəcəsi yaradıb. Bu düzdür. Daha sonra qapalı olmayan, açıq pəncərədən ətrafı seyr edirdi. Yəni qapalı olmayan, açıq pəncərədən. Yenə bu da düzdür. Daha sonra gizli olmayan, səhər saatlarında bu yol açıq olur. Burada açıq qapalının əksi mənasında işlənib, gizli olmayan yox. C variantı səhvdir. Müdafiəsiz. Cəbhənin açıq yerlərinə qüvvə göndərmək lazımdır. Yəni müdafiəsiz yerlərinə. Yenə bu da düzdür. Sahibsiz. İdarəmizdə 3 açıq yer var. Yəni 3 sahibsiz yer var. Bu da uyğun gəlir. Doğru cavab C variantı oldu. Birində dünya sözünün mənası ilə cümlədə işlənməsi arasında uyğunsuzluq vardır. Yenə baxaq variantlara. İctimai quruluş. Gətirmək tazə üsluba gərəkdir köhnə dünyanı. Burada yenə köhnə dünya dedikdə ictimai quruluşu nəzərdə tutur. Bu düzdür. Yer kürəsi. Hər ürəyin öz dünyası bir saadət arzular. Burada yer kürəsi mənasına gəlmir. Burada uyğunsuzluq var. Doğru cavabımız B variantıdır. C. İnsanların mənəvi aləmi. Yenə B variantında da bu mənəvi aləm mənasına gəlirdi. Gəncin əlini sıxarkən elə bil onun dünyası dəyişirdi. Yenə burada düz verilib. Bütün aləm, bütün dünyanı gəzsən, yəni bütün aləmi gəzsən, yenə də belə ad tapa bilməzsən. Düzdür. Xalq, cəmaat. Dünya yığılsa da dediyindən dönən deyil. Yəni bütün cəmaat, bütün xalq yığılsa da o sözündən dönən deyil. Bu da düzdür. 20-ci sual. Silogizmə əsasən nöqtələrin yerinə uyğun fikri müəyyən edin. Silogizm nədir? Bizə 2 dənə hökm verilir və biz həmin 2 hökm əsasında 3-cü bir nəticəni əldə etməliyik. Deməli, birincidə deyir ki, leksik mənası olan sözün qrammatik mənası da var. Yəni, leksik mənaya malik bütün sözlərin həm də qrammatik mənası var. İkinci hökm. Vətən sözünün leksik mənası var. Deməli, dedik ki, leksik mənası olan sözlərin qrammatik mənası da var. Və deyir ki, vətən sözünün leksik mənası var. Biz buradan belə bir nəticə çıxarıq ki, deməli, vətən sözünün leksik mənası varsa, deməli, onun həm də qrammatik mənası var. Bu da D variantında verilib. Daha sonra 21-ci sual. Limon, liman sözlərinin leksik xüsusiyyətləri ilə bağlı düzgün fikirlərdir. Limon bir meyvə növüdür, sitrus meyvələrindən biri. Liman da gəmilərin durması üçün bir məntəqədir. İndi baxaq bunlar haqqında düzgün fikirlərə. Leksik və qrammatik mənası var. Bu, hər ikisinə aiddir. Mənalarını dedik, hər bir sözün də qrammatik mənası var. Sözlərdən biri arxaikləşmişdir. Hər iki söz hazırda, günümüzdə də işlədilir. Yəni, bunlar arxaikləşməyib. İkiləri çıxırıq.
Sözlərin biri əşyanın adını, digəri əlamətini bildirir. Hər iki söz isimdir. Yəni hər ikisi ad bildirir. Əsas nitq hissəsidir. Düzdür, hər ikisinin leksik mənası olduğuna görə deməli onlar əsas nitq hissəsidir. Daha sonra ikisi də çox mənalıdır. Bu da səhvdir. Çox mənalı deyil. Cavab D variantı. Deməli, biri torpaq, ağac və ya daşdan düzəldilmiş qədim süni təpə mənasındadır. Əvvəlcə sözlərin hamısının mənalarını deyək. Deməli, kurqan məzarların üstündə olan təpəcikdir. A variantı bizim doğru cavabımızdır. B variantı mavzoley. Mavzoley qəbir üstündə tikilən böyük memarlıq abidəsidir. Bu uyğun gəlmir. Türbə də böyük şəxsiyyətlərin və sair məzarlarının üstündə tikilən abidədir. Bunu da çıxırıq. Məqbərə qəbirlərin üstündə olan xüsusi tikilidir. Məsələn, türbə, mavzoley kimi. Bunu da çıxdıq. Sərdabə isə yeraltı qəbir deməkdir. Bizim doğru cavabımız A variantıdır. Deməli, kurqan, torpaq, ağac və ya daşdan düzəldilən qədim süni təpə mənasına gəlir. 23. Bunlardan biri yeraltı qəbir mənasındadır. Bayaq dedik ki, sərdabə yeraltı qəbir mənasına gəlir. Daha sonra 24. Biri qədim şəhər hasarları üzərində tikilən müşahidə yeri mənasındadır. Deməli, bizə verilib qala sözü. Qala yüksək, dairəvi, şəkilli və s. tikilidir. Müşahidə yeri deyil. Mayak gəmilərə yol göstərmək üçün işığı olan bir qüllədir. Bu da uyğun cavab deyil. Minarə məscidlərin üstündə yaxud yanında ucalan qüllədir. Hasar daşdan, kərpicdən və s. tikilən barı səddir və bürc qədimdə şəhər hasarının üzərində müşahidə üçün tikilən bir qüllədir. Deməli, bizim doğru cavabımız Y variantıdır. 25. Biri çətin dağ zirvələrinə çıxan adam mənasındadır. Yolçu, yola səfərə çıxan adam deməkdir. Turist, turizmlə məşğul olan adam deməkdir. Səyyah, səyahət edən şəxsdir. Zəvvarsa, müqəddəs sayılan məkanları ziyarət etmək üçün yola çıxan şəxslərə deyilir. Alpinist isə çətin dağ zirvələrinə çıxan adam mənasına gəlir. Hərbçilərin bayram şərəfinə təntənəli keçidi mənasındadır. Bilirik ki, bu parad sözüdür. Deməli, bayram şərəfinə təntənəli keçid deyirsə, bu paraddır. Nümayiş uyğun gəlmir, üsyan, ixtişaş, yürüş də fərqli mənalardadır. Biri öz fikrini sübut etməyə çalışanlar arasında başlanan bəhs mənasındadır. Bu, mübahisə sözüdür. Yəni, iki şəxs hərəsi özünün fikrini sübut eləmək üçün mübahisə eləyir, bəhs eləyir. Daha sonra verilib müşavirə sözü. Bayaq da demişdik ki, müşavirə, iclas hər hansı bir məsələnin bircə müzakirəsi deməkdir. Dialoq iki şəxs arasında olan söhbətdir. Müsahibə bir jurnalistin hər hansı bir məlumat almaq məqsədi ilə hər hansı bir şəxslə apardığı söhbətdir. Mükalimə də, yenə bunu da bayaq demişdik, bir neçə adam arasında gedən danışıqdır. Doğru cavabımız A variantıdır. Biri müəyyən işlə əlaqədar səfərə göndərilmə mənasındadır. Yenə bunu da bayaqki testlərdə demişdik. Bu, ezamiyyət sözüdür. Daha sonra verilib məzuniyyət. Məzuniyyət istirahətə getmək mənasında işlədilir. İstefa öz xoşu ilə bir vəzifədən çıxmaqdır. Təqaüd müəyyən şəxslərə müntəzəm olaraq verilən pul. İstirahət də onun da mənasını bilirik. 29. Təvazökar sözünün leksik xüsusiyyətləri ilə bağlı düzgün cavab. Təvazökar bayaq da yenə demişdik ki, lovğa olmayan, özünü sadə aparan adam mənasına gəlir. Ada deyir köhnəlmiş sözdür, səhvdir. Ümumişlək sözdür. Antonimi lovğa sözüdür. Bu doğru cavabdır. Çox mənalıdır, səhvdir. Sinonimi təcavüzkar sözüdür. Bu da səhvdir. Tamamilə fərqli mənalarda olan sözlərdir. Amonim kimi işlənə bilir. Bu da səhvdir, işlənə bilmir. Mənfəət sözünün leksik xüsusiyyətləri ilə bağlı düzgün fikirləri müəyyən edin. Mənfəət nədir? Gəlir, qazancdır. Deməli, amonimdir. Mənfəət sözü amonim deyil, bu səhvdir. Termin kimi işlənmir. Bu düz fikirdir. Ümumişlək sözdür. Terminlər isə ümumişlək olmayan sözlərdir. Maaş sözü ilə sinonimdir. Mənfəət maaş sözü ilə sinonim deyil. Maaş hər hansı bir iş müqabilində müntəzəm olaraq alınan puldur. Mənfəət isə hər hansı bir işdən alınan gəlirdir.
Bunlar sinonim kimi görünə bilər, amma sinonim deyillər. Antonimi zərər ziyan sözləridir. Bu düz fikirdir. Leksik mənası fayda, qazanc deməkdir. Bu da doğru fikirdir. Deməli, doğru cavabımız C variantıdır. Topçularımızın atdığı mərmi düşmən cəbhəsini yerlə yeksan etmişdi cümləsində altından xətt çəkilmiş ifadənin leksik mənası nədir? Yerlə yeksan etmək darmadağın etmək deməkdir, yox etmək deməkdir. Baxırıq variantlara, bu da verilib bizə B variantında. Daha sonra 32-ci sual. Nailiyyət sözünün leksik xüsusiyyətləri ilə bağlı səhv fikir hansıdır? Deməli, ada deyir ki, tək mənalı sözdür. Bu düz fikirdir. Amonimi yoxdur. Bəli, amonim kimi işlənə bilmir. Leksik mənasına görə uğur, müvəffəqiyyət deməkdir. Bu da düzdür. Antonimi qalibiyyət sözüdür. Bu səhv fikirdir. Nailiyyət uğur, müvəffəqiyyət deməkdir. Antonim isə uğursuzluq ola bilər, qalibiyyət yox. Daha sonra əldə edilmiş yaxşı nəticə mənasında da işlənər, bu da düzdür. 33. Qalibiyyət sözünün leksik xüsusiyyətləri ilə bağlı düzgün fikirlər. Deməli, köhnəlmiş sözdür, səhvdir, ümumiləşmiş sözdür, yəni günümüzdə də işlədilir. Sinonimi var. Qalibiyyət, bəli, sinonimi var. Antonimi vardır, məğlubiyyət. Bu da düzdür. Homonim kimi işlənə bilir. Səhvdir, amonim kimi işlənmir. Qabiliyyət sözünün sinonimidir. Bu da səhvdir. Qabiliyyət bacarıq deməkdir. Yəni qalibiyyətlə bir əlaqəsi yoxdur. Ona görə 5-i də çıxırıq. Müstəqil leksik mənaya malikdir. Bu da düz variantdır. Cavab C variantı. 34. Qabiliyyət sözünün leksik xüsusiyyətləri ilə bağlı səhv fikirlər hansılardır? Leksik mənası bacarıq deməkdir. Bu düzdür. Köhnəlmiş sözdür. Bu səhvdir. Çünki ümumiləşmiş sözdür. Sinonimi yoxdur. Bu səhv fikirdir. Sinonimi var. Elə bacarıq həm onun leksik mənası, həm də elə sinonimidir. Amonim kimi işlənə bilmir. Bu düzdür. Qalibiyyət sözü ilə antonimdir. Bu da səhv fikirdir. Doğru cavab oldu B variantı. 35. Ədalət sözünün leksik xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edin. Deməli, ədalət sözünün mənası nədir? Haqq, düzgünlük prinsiplərinə riayət etmək. Deməli, bizdən səhv fikirlər istəyir. Sinonimi var. Bu doğru fikirdir. Ümumiləşmiş sözdür, düzdür. Antonimi ətalət sözüdür. Bu səhvdir. Ətalət hərəkətsizlik, fəaliyyətsizlik deməkdir. Ədalət sözü ilə sinonim, daha doğrusu antonim deyil. C variantı düzgün fikirdir. Bunu götürdük. D variantı tək mənalıdır, düzdür. Amonim kimi işlənə bilmir, bu da düzdür. İstehza sözünün leksik xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edin. Deməli, tək mənalıdır, düzdür. Antonimi yoxdur, bu da düzdür. Sinonimi rişxənd sözüdür. Bu da düzdür. İstehza, deməli, rişxənd ələ salma deməkdir. Köhnəlmiş sözdür. Bu səhv fikirdir. İstehza köhnəlmiş söz deyil, ümumiləşmiş sözdür. Amonim kimi işlənə bilmir, bu da düzdür. Maarif sözünün leksik xüsusiyyətləri ilə bağlı fikirlərdən biri səhvdir. Deməli, savadsız, biliksiz sözləri ilə antonimdir. Bu səhv fikirdir. Çünki savadsız, biliksiz sözləri sifətdir. Maarif sözü isə isimdir. Sinonimlər, antonimlər eyni nitq hissəsinə aid olmalıdırlar. Fərqli nitq hissəsinə aid ola bilməzlər. Ona görə A variantı səhvdir. B-də deyir, amonim söz deyil, düzdür. Leksik mənasına görə bilik vermə, təhsil, savadlandırma deməkdir, düzdür. Köhnəlmiş söz deyil, bu da düzdür. Tək mənalı sözdür, bu da düzdür. Doğru cavab oldu A variantı. Tənə sözünün leksik xüsusiyyətləri ilə bağlı fikirlərdən biri səhvdir. Bilirik ki, mənasını bayaq demişdik, tənə, danlaq, məzəmmət deməkdir. Deməli, A variantında bizə deyilir ki, amonim kimi işlənə bilmir. Bu düzdür. Cəza, əzab sözləri ilə sinonimdir. Bu səhv fikirdir. Mənası dedik ki, tənə, məzəmmət deməkdir. Cəza, əzab yox. Daha sonra danlıq, məzəmmət sözləri ilə yaxın mənalıdır, düzdür. Tək mənalı sözdür, antonimi var, düzdür. Deməli, cavab oldu B variantı. Lətafət sözünün leksik xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edin. Lətafət xoş, zəriflik, incəlik deməkdir.
xoşluq, zəriflik, incəlik. Deməli, səhv fikir istəyir, tək mənalı sözdür. Bu düzdür, termin kimi işlənmir. Yenə bu da düzdür, zəriflik sözü ilə sinonimdir. Düzdür, amonim deyil. B variantında deyir, köhnəlmiş sözdür. Köhnəlmiş söz deyil, ümumi işlək sözdür. Lətafət sözünü gündəlik həyatda işlədə bilirik. 40. Məlumat sözünün leksik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. Məlumat, deməli, bilik, bilgi, informasiya deməkdir. Bizdən səhv fikir istəyir. Deməli, antonimi yoxdur. Bu düzdür. Sinonimləri əhvalat, sərgüzəşt sözləridir. Məlumat sözünün sinonimi bayaq dediyim kimi bilgi, bilik, informasiya deməkdir. Əhvalat, sərgüzəşt yox. Ona görə B variantı səhvdir. Amonim deyil, düz fikirdir. Termin kimi işlənə bilmir, düz fikirdir. Leksik və qrammatik mənaya malikdir. Bu da düz fikirdir. Zəif sözünün leksik xüsusiyyətləri ilə bağlı səhvləri müəyyən edin. Deməli, amonim deyil. Bizdən səhvlər istəyir. Amonim deyil, bu düz fikirdir. Leksik mənasına görə gücsüz deməkdir. Bu da düz fikirdir. 3-də deyir, tək mənalı sözdür. Bu səhv fikirdir. Zəif sözü çox mənalı sözdür. Yəni, biz bunu məcazi mənada da işlədə bilərik. Məsələn, deyə bilərik, zəif uşaq. Bu həqiqi mənadadır. Amma zəif iradə, zəif söz və s. desək, artıq bu məcazi mənada olur. Yəni, tək mənalı yox, çox mənalı sözdür. Daha sonra qorxaq, cəsarətsiz sözləri ilə sinonimdir. Zəif sözü gücsüz deməkdir. Qorxaq, cəsarətsiz yox. Ona görə 4-də səhvdir. Antonimi yoxdur. Antonimi var, güclü. 5-də səhvdir. Deməli, doğru cavab oldu D variantı. Bunlardan biri xərclənən vəsait mənasındadır. A variantında verilib istehlakçı sözü. İstehlakçı hər hansı bir məhsulu istifadə edən şəxsdir. Bunu çıxdıq. Malikanə hər hansı ev, bina mənasına gəlir. Bunu da çıxdıq. Mədaxil. Mədaxil gəlir, qazanc deməkdir. Əmlak da kiməsə məxsus hər hansı bir ev, bina, yaxud bir torpaq sahəsi və s. bunlar hamısı əmlak adlanır. Bunu da çıxdıq. Məxaric isə xərclənən vəsait mənasına gəlir. Daha sonra 43. Hansı sözün mənası düzgün göstərilməyib? Deməli, güney, cənub, gün düşən yer. Bu düzdür. Niskil, ürəkdə qalan məmnuniyyətsizlik hissi, qüssə, düzdür. Müsahibə, bəhs sözündəndir, höccətləşmə mənasında işlənir, bu səhvdir. Höccətləşmə inadından əl çəkməmək, mübahisəyə davam etmək mənasına gəlir. Müsahibə isə, bunu bayaq testlərdə də demişdik, bir jurnalistin hər hansı bir məlumat əldə etmək məqsədi ilə biri ilə apardığı söhbət mənasına gəlir. Daha sonra mətin, möhkəm, sarsılmaz, mətanətli, düzdür. Mətin, yazılan nitqin parçası, bu da düzdür. Hansı sözün mənası düzgün göstərilməyib? A variantında deyilir ötrü, səbəb, məqsəd qoşması, üçün qoşmasının sinonimi. Düzdür. Turizm, səyahət və ya tanınışlıq məqsədi ilə edilən səyahət. Bu da düzdür. Təcavüzkar, qəsbkar, başqasının torpağına göz dikən. Ötəri, səthi, gözucu. Düzdür. Y variantında isə verilib tərənnüm. Tərənnüm həm müsbət, həm mənfi cəhətləri göstərmək. Bu səhvdir. Tərənnüm sadəcə müsbət cəhətləri göstərməkdir. Tərənnümdə mənfi cəhətlərə yer verilmir. Hansı bəddə stenografiya sözünün leksik mənası düzgün göstərilmişdir? Stenografiya hər hansı xüsusi işarələrlə sürətli yazma üsuludur. Bu da baxırıq C variantında verilib. Xüsusi işarələrlə sözləri sürətli yazma üsulu stenografiya adlanır. Hansı bəddə təəssürat sözünün leksik mənası düzgün göstərilmişdir? Əşya və ya hadisənin insan şüurunda buraxdığı iz. Elə A variantı bizim doğru cavabımızdır. Təəssürat sözünün izahı A variantında verilib. Sözlərdən birinin leksik mənası düzgün göstərilməmişdir. Deməli, birincidə verilib meyar sözü. Bir şeyi qiymətləndirmək və ya təsnif etmək üçün əsas əlamət, ölçü. Bu düzdür. Rubrika, kitab, qəzet və jurnallarda təkrar olunan başlıq bölmə. Bu da düzdür. Eksponat, sərgilənən, nümayiş etdirilən əşya, düzdür. Labirint, dolambac və ya dolaşıq yollar olan tikili. Flora, hər hansı bir ərazinin heyvanat aləmi. Bu səhvdir. Heyvanat yox, bitki aləmi flora adlanır. Heyvanat aləmi faunadır. Metonimiya sözünün leksik izahı ilə bağlı səhv fikirdir. Arxaizm deyil, bu düzdür. Təkmənalı sözdür. Termindir, antonimi yoxdur. Köçürmək mənasını ifadə edir.
Köçürmə mənasını metafor ifadə edir. Metonimiya ad dəyişmədir. Yəni bir sözün, bir əşyanın adına başqa bir əşyanın adı ilə müraciət etmək metonimiya adlanır. Güney sözünün leksik izahı ilə bağlı səhv fikri müəyyən edin. Antonimi quzey sözüdür. Bu düzdür. Şərq sözü ilə sinonimlik yaradır. Güney sözü cənub sözü ilə sinonimlik yarada bilər. Şərq sözü ilə yox. B variantı səhvdir. Leksik mənasına görə günəş işığı düşən tərəf deməkdir. Tək mənalı sözdür, amonim kimi işlənmir. Doğru cavab B variantı. Quzey sözünün leksik təhlili ilə bağlı səhv fikir. Şimal mənasını da bildirir. Bu düzdür. Günəş işığı düşməyən yer deməkdir. Bu da düzdür. Düşən yer güney, düşməyən quzey. Antonimi yoxdur. Antonimi var. Quzey sözünün antonimi güney sözüdür. Tək mənalıdır, ümumişləkdir. Bunlar da düzdür. Altından xətt çəkilmiş sözlər leksik baxımdan nədir? Birinci cümlədə deyir, bizə bircə xal lazımdır. Burada, məsələn, hər hansı bir oyunda toplanan xal nəzərdə tutulur. Bir də deyir ki, xal üzünə xüsusi yaraşıq verirdi. Bu da insan bədənində, üzündə və s. olan ləkə, xal bu mənaya gəlir. Deməli, bunlar amonimdir. Buradan bizə bir qarış yoldur. Burada məsafə bildirir. Əvəzin işinə qarışmaq olmur. Görürük ki, bu sözlər hər iki cümlədə fərqli mənalara gəlir. Deməli, yazılışı və deyilişi eyni, mənaları müxtəlif olan sözlərə biz amonimlər deyirik. Biri sərgidə nümayiş etdirilən əşya mənasındadır. Bunu bayaqki testdə də dedik ki, bu eksponat sözüdür. Eksklüziv sözü, məsələn, bunun mənasını deyək, hər hansı bir şeyin xüsusi olaraq təqdim edilməsidir. Eskalator hərəkət edən pilləkəndir. Eskiz hər hansı bir şəklin, rəsmin ilk qaralamasıdır. Elevator da qaldırıcı mexanizm, məsələn, lift, elevator adlanır. Biri çiğdi təmizlənmiş, çiğidsiz pambıq mənasındadır. Deməli, A variantında mahut verilib, mahut yundur. Mahlıc bizim doğru cavabımızdır, çiğidsiz pambıq deməkdir. Kətan, kətan bitki liflərindən hazırlanan parçadır. İpək, barama qurdlarının əmələ gətirdiyi iplər vasitəsilə toxunan bir parçadır. Atlas da parlaq, hamar ipək parça növüdür. Bunu da çıxdıq. Doğru cavabımız B variantıdır. 54-cü sual. Hansı sözün leksik mənasının izahı verilməmişdir? Danlaq, məzəmmət. Bu tənədir. Coğrafi ad. Coğrafi ad toponimdir. İnkişaf, dəyişmə, yeniləşmə. Təkamül. Hərbi xidmətdən buraxılma. Bu da tərxisdir. Bizə təminat sözünün mənası verilməyib. Təminat sözünün mənası da zəmanət deməkdir. Yəni, bir şeyi qorunub saxlamaq yaxud yerinə yetirilməsi üçün onun təmin eləyən amillər deməkdir. 55. Hansı sözün leksik mənasının izahı verilməmişdir? Qəbul etmə, bəyənmə. Bu təqdirdir. Məlumatın yalan olduğunu bildirmə. Təkzib. Yalan məlumatı bildirmək, təkzib etməkdir. Başqasının hərəkətini, danışıq tərzini təkrar etmək, təqlid etməkdir. Qorxutma, hədələmə də təhdiddir. Təhrik sözünün mənası verilməyib. Təhrik də sözlə yaxud müxtəlif vasitələrlə bir işi görməyə şirinlikləndirmə deməkdir. Daha sonra ehtiram sözünün leksik təhlilindəki səhv. Ehram sözü ilə sinonimdir. Bu səhvdir. Ehtiram, dərin hörmət, sayğı mənasına gəlir. Ehram isə daşdan inşa olunan pilləli bir tikilidir. Yəni, bunlar arasında yaxınlıq yoxdur, sinonim deyirlər. Antonimi var, bu düzdür, ümumişlək sözdür, hörmət deməkdə amonim kimi işlənə bilmir, bunlar da düzdür. 57. Rişxənd sözünün leksik izahı ilə bağlı səhv fikir. Bayaq demişdik ki, rişxənd ələ salma, istehza deməkdir. A variantında deyilir, riqqət sözü ilə sinonimdir. Bu səhvdir. Sinonimi istehzadır, düzdür, antonimi yoxdur, tək mənalıdır, amonim kimi işlənə bilmir. Doğru cavab oldu A variantı. Verilən fikirləri hansı sözə aid etmək olar? Deməli, eyni nitq hissəsinə aid amonimdir, termin kimi işlənə bilir, çox mənalı sözdür. Əvvəlcə verilən sözlərə baxaq. Deməli, birincisi bağ sözüdür.
Bizdən istəyirdi ki, birincidə eyni nitq hissəsinə aid amonim olsun. Bağa baxırıq. Bağ həm meyvə ağacları əkilən sahə deməkdir, bu isimdir, həm də ip kəndir deməkdir. Yenə bu da isimdir. Deməli, birinci şərtə uyğun gəldi. Termin kimi işlənə bilir. Bağ sözü termin kimi işlənə bilmir. Deməli, bu aid olmadı. Süjet sözü. Süjet əsərdə ardıcıl baş verən hadisələrin inkişaf xəttidir. Amonim deyil. Bunu da çıxdıq. Darğa. Darğa da şəhər, vilayət hakimi yaxud vergi yığmaq üçün hakimdir. Bu da termin kimi işlənə bilmir, amonim deyil. Daha sonra D variantı burun sözü. Eyni nitq hissəsinə aid amonim. Burun sözü həm bədən üzvüdür, həm də qurunun dənizə, gölə və s. uzanan bir hissəsidir. Burun, coğrafiya terminidir. Deməli, bu eyni nitq hissəsinə aid amonimdir. Bunu götürürük, birə uyğun gəldi. Termin kimi işlənə bilir dedik ki, coğrafiya terminidir. Çox mənalı sözdür. Bu da düzdür. Bilirik ki, bədən üzvlərinin çoxu çox mənalı söz kimi işlənə bilir. Məsələn, insanın burnu, çəkmənin burnu və s. kimi müxtəlif mənalarda işlədə bilərik. D variantı uyğun gəldi. Dar sözü də amonimdir, amma eyni nitq hissəsinə aid amonim deyil. Məsələn, biri sifətdir, ensiz, sıx mənasına gəlir. Bir də isim kimi. Edam olunanları asmaq üçün dirəkdir. Məsələn, deyirik dar ağacı. Bu da isim oldu, uyğun gəlmədi. 59. Verilən fikirləri hansı sözə aid etmək olar? Müxtəlif nitq hissəsinə aid amonimdir. Termin kimi işlənə bilmir, tək mənalı sözdür. A variantında verilib an sözü. An sözü bir zaman vaxt mənasında işlənir isim kimi, bir də anmaq, feil kimi. Deməli, birinciyə uyğun gəldi. Termin kimi işlənə bilmir. Buna da uyğun gəldi, tək mənalı sözdür, buna da uyğun gəlir. Nəticə sözü. Nəticə də omonimdir, amma eyni nitq hissəsinə aid amonimdir. Buna görə uyğun gəlmir. Deməli, birincisi bir işdən sonra ortaya çıxan vəziyyət nəticə, bir də nəvənin uşağı nəticə adlanır. Daha sonra bal sözü. Bu da yenə eyni nitq hissəsinə aid isimdir. Məsələn, biri çiçəklərdən hasil olunan şirin maddədir, bir də qiymətləndirmə vasitəsidir, bal vermək. Daha sonra surət sözü. Surət də yenə eyni nitq hissəsinə aiddir. Biri zahiri görünüş mənasına gəlir, insanın surəti. Bir də bir şeyin əslindən eyni ilə köçürülmüş forması. Məsələn, bir yazının surətini çıxarmaq. Bu da demək eyni nitq hissəsinə aiddir. Yol sözü də yol sözü. Gediş-gəliş üçün ayrılan yer deməkdir. Bir də yolmaq mənasında işlənə bilir. Termin kimi işlənə bilir. Bizdən isə daha doğrusu termin kimi işlənə bilmir. Tək mənalı sözdür. Yol sözü çox mənalı sözdür. Məsələn, deyirik ömür yolu, həyat yolu. Burada artıq çox mənalı söz kimi işlənə bilir. Daha sonra 60. Sözlərdən birinin leksik mənası düzgün göstərilməyib. Labirint. Dolambac və ya dolaşıq yollar olan tikili. Bu düzdür. Fauna hər hansı bir ərazinin bitkilər yox, heyvanat aləmidir. B səhvdir. Rubrika kitab, qəzet və jurnallarda təkrar olunan başlıq bölmə. Poliglot çox dil bilən adam. Bu da düzdür. Səyyar daimi bir yerdə qalmayan, gəzib dolaşan, istənilən yerə daşınan mənasına gəlir. Mərci sözü ilə bağlı səhv fikri müəyyən edin. Həm leksik, həm qrammatik mənası var. Bu düzdür. Mərci dənli bir bitkidir. Leksik mənası var, qrammatik mənası da var. Antonimi yoxdur. Bu da düzdür. Çox mənalı deyil. Düzdür. Paxlalılar fəsiləsindən olan dənli bitkidir. Düzdür. Amonimi vardır. Bu səhv fikirdir. Mərci sözünün amonimi yoxdur. Hansı sözün leksik mənası düzgün verilməmişdir? Variant. Bir şeyin başqa bir şəkildə tərtibi işlənməsi. Yəni, bir şeyin müxtəlif variantlarının yaradılması. Bu düzdür. Subyekt. Üzərində iş görülən şəxs, əşya. Bu səhvdir. Üzərində iş görülən əşya obyektdir. Subyekt isə həmin obyektin üzərində iş görən şəxsdir. İzdiham. Bir yerə yığılan böyük insan kütləsi düzdür. Etiraf. Öz səhvini boynuna alma. İyanə. Bir xeyir iş üçün, ehtiyacı olan üçün toplanılan pul, maddi yardım. Bu da düzdür. Hansı sözün leksik mənası düzgün verilməmişdir? Həqarət. Heysiyyətə, mənliyə toxunan hərəkət söz. Bu düzdür. Anarxiya. Hərc-mərclik, qarışıqlıq. Obyekt. Fəaliyyəti icra edən şəxs, əşya. Bu səhvdir. Bayaq dedik ki, icra edən şəxs subyektdir. Üzərində iş icra olunan əşya şəxs isə obyektdir. Forma. Bir şeyin xarici görünüşü mütəmadi, daimi sürətdə baş verən. Doğru cavab C variantı.
Daha sonra nümunə ilə bağlı fikirlərdən biri səhvdir. Dolaşırsan yenə gendə, saçlarıma düşdü dəndə, bir yol səni düşünəndə, min yol ağlım çaşar mənim. Deməli, bizdən istəyir səhv fikirləri. A variantında deyir ki, 3-cü və 4-cü misradakı yol dəfə sözünün sinonimidir. Deyir, bir yol səni düşünəndə, yəni bir dəfə səni düşünəndə min yol çaşar ağlım. Yəni min dəfə çaşar ağlım, ağlım çaşar. Deməli, burada yol dəfə sözünün sinonimidir. Bu düzdür. Birinci misradakı dolaşırsan sözü gəzmək sözünün sinonimidir. Dolaşırsan yenə gendə. Yəni yenə gendə gəzirsən, uzaqda gəzirsən mənasında. Bu da düzdür. İkinci misradakı saç sözünün amonimliyi var. Saçlarıma düşdü dəndə. Burada insanın saçı mənasına gəlir. Bir də bilirik ki, saçmaq feili var. Məsələn, günəş öz şüalarını saçdı. Amonimdir, düzdür. Dördüncü misrada frazoloji birləşmə işlədilib. Min yol ağlım çaşar. Ağlın çaşması frazoloji birləşmədir. Bu da düzdür. Dördüncü misradakı ağlım çaşar ifadəsinin frazoloji sinonimi dəli olmaqdır. Bu səhv fikirdir. Ağlım çaşar bilirik ki, frazoloji birləşmə oldu. Amma dəli olmaq həqiqi mənalı bir birləşmədir. Frazoloji birləşmənin amonimi, sinonimi, antonimi də frazoloji birləşmə olmalıdır. Ona görə Y variantını biz doğru variant kimi götürə bilmərik. Doğru cavab Y variantı. Nümunə ilə bağlı fikirlərdən biri səhvdir. Sizə mənim canım qurban, yad əllərdə qalan dağlar. Vallah, elə biz də sizsiz talan olduq, talan dağlar. Deməli, bizdən burada səhv fikri istəyir. Üçüncü misrada işlənmiş biz və elə sözləri amonimlik yaradır. Deməli, 3-də işlənən biz həm şəxs əvəzliyi, həm də isim kimi biz, iynə mənasında işlənə bilər. Yəni amonimdir. Elə sözü də həm işarə əvəzliyi, həm də ədat kimi amonim ola bilir. Bunu çıxdıq. Dördüncü misrada evi dağılmaq mənasına frazoloji sinonimi işlənmişdir. Talan olduq deyir burada. Talan olmaq evi dağılmaq mənasına gəlmir. Yəni evi dağılmaq mənasına gəlir, amma frazoloji sinonim kimi işlənə bilmir. Çünki bayaq da dedik ki, ifadənin frazoloji sinonim olması üçün hər iki tərəf frazoloji birləşmə olmalıdır. Ona görə B variantı səhvdir. İkinci misrada amonimlik yaradan iki söz var. Deməli, yad əllərdə qalan dağlar. Yad sözü həm yaddaş mənasında işlənə bilir, həm də yad, qərib, yəni yad insan deyirik, yəni tanımadığımız bir insan mənasında işlənə bilər. Daha sonra dağ sözü var. Dağ, təpə, dağ o mənada işlənə bilər. Bir də damğa, qızdırılmış dəmirlə qoyulan iz mənasında dağ sözü amonim kimi işlənə bilir. C də düzdür. Nümunədəki yad sözü özgə sözünün sinonimidir. Yad əllər, özgə əllər. Bu da düzdür. Daha sonra 4-cü misrada kökləri amonim olan sözlər işlənmişdir. Talan olduq. Tala sözü. Tala sözü amonimdir. Bir talamaq mənasında feil kimi. Bir də tala, meşədə, açıqlıqda qalan sahə mənasında işlənir. Yəni Y variantı da düzdür. 66. Fikirlərdən biri səhvdir. Atlas parça növüdür. Düzdür. Atlas xəritələr toplusu deməkdir. Bu da düzdür. Daha sonra boya amonimdir. İsim və feil kimi işlənir. Düzdür. Boyamaq feili, boya ismi. Min müxtəlif nitq hissələrinə aid amonim sözdür. Həm say kimi, bir də minmək feili kimi işlənə bilər. Bu da düzdür. Manqurt, düşünmə qabiliyyətini itirmiş adam mənasındadır. Düzdür. Baş həm çox mənalı, həm də amonimdir. Bu səhvdir. Baş sözü yalnız çox mənalı söz kimi işlənə bilir. Amonim söz kimi işlənə bilmir. 67. Fikirlərdən biri səhvdir. İffətli, ismətli, həyalı, namuslu sözləri ilə sinonimdir. Bu düzdür. Dolu, amonimdir, sifət və isim kimi işlənir. Məsələn, dolu bir sifət kimi deyilə bilər. Məsələn, dolu qab. Bir də deyə bilərik ki, dolu yağır, çöldə dolu yağır. Yəni yağışın bir növü. Bu düzdür. İnci, müxtəlif nitq hissələrinə aid amonimdir. Bu da düzdür. Məsələn, bəzək əşyası kimi inci deyə bilərik. Bir də incimək feili. Bikar, işsiz, məşğuliyyətsiz deməkdir. Düzdür. Göz həm çox mənalı, həm amonimdir. Bu səhvdir. Göz sözü yalnız çox mənalı söz kimi işlənə bilir. Amonim kimi işlənə bilmir.
68. Boya və boyaq isimlərinin leksik mənaları ilə bağlı ortaq cəhəti müəyyənləşdirin. Hər ikisinin antonimi vardır. Səhvdir. Hər iki söz ancaq qrammatik məna daşıyır. Bu səhvdir. Hər ikisinin leksik mənası da var. Hər ikisi amonim olaraq əşya və hərəkət bildirir. Səhvdir. Yalnız boya sözü amonim ola bilir, boyaq yox. Çox mənalılıq və amonimlik xüsusiyyətlərinə malikdir. Bu da səhvdir. Dedik ki, boyaq sözü amonim ola bilmir. Bütün üslubi məqamlarda bir-birini əvəz eləyə bilmir. Bu doğru fikirdir. Hər zaman bir-birini əvəz eləyə bilmir. Dedik ki, boya sözü amonim kimi də işlənə bilir və boyaq sözü onu hər zaman əvəz eləyə bilməz. Həm də bilirik ki, sinonimlər hər zaman bir-birini əvəz eləyə bilmir. Ona görə doğru cavab oldu Y variantı. 69-cu sual. Verilən sözlərin hər üçünə aid olan ortaq xüsusiyyətləri müəyyən edin. Deməli, doğru, qarşı, yaz. Yalnız qrammatik mənası olan sözlər kimi işlənə bilir. Bu, doğru və qarşı sözlərinə aiddir. Yəni, bunlar həm əsas, həm də köməkçi nitq hissələri kimi işlənə bilərlər. Məsələn, deyirik evə doğru. Burada istiqamət bildirən qoşma kimi işlənə bilir. Yəni, A variantı 2 sözə aiddir. Bizdən isə hər 3 sözə aid ortaq cəhət istəyir. Həm ümumişlək, həm də köhnəlmiş sözlər kimi işlənə bilir. Bu səhvdir. Yalnız ümumişlək kimi işlənir. Termin kimi işlənə bilir. Bu da səhvdir. Müxtəlif nitq hissələrinə aid amonimlərdir. Bu doğru fikirdir. Dedik ki, doğru, qarşı həm əsas, həm də köməkçi nitq hissələri kimi işlənə bilir. Yaz sözü də həm fəsil kimi, həm də yazmaq feili kimi işlənə bilir. Yəni, hər üçü müxtəlif nitq hissələrinə aid amonimlərdir. Eyni nitq hissəsinə aid amonim sözlərdir. Bu da səhv fikirdir. Sözlərin mənasını nəzərə alaraq ardıcılığı müəyyən edin. Deməli, birincidə deyir üstünlük, güzəşt. Bu imtiyazdır. Güzəşt, imtiyaz. Suyun axdığı yol, məcra. Yumru şəklində sarınmış ip, bu yumaqdır. 1. Qanunla icazə verilən, bu da legaldır. Qanunsuz da illegaldır. Deməli, cavab oldu 4, 2, 1, 3 D variantı. 71. Fərasət sözünün leksik izahı ilə bağlı səhv fikirlərdir. Fərasət bacarıq sözü ilə yaxın mənalıdır. Bu düzdür. Termin kimi işlənən sözdür. Səhvdir. Termin kimi işlənmir. Yalnız ümumişlək sözdür. Sinonimi vardır. Fərasət sözünün sinonimi vardır. Bu düz fikirdir. Bizdən səhv fikirlər istəyir. Amonim kimi işlənə bilmir. Fərasət amonim kimi işlənmir. Bu düzdür. Antonimi fərsiz sözüdür. Fərsiz sifətdir. Fərasət isə isimdir. Bunlar antonim ola bilməzlər. Antonimlər və sinonimlər eyni nitq hissəsinə aid olmalıdır. Doğru cavab oldu 2, 5. Zərif sözünün leksik izahı ilə bağlı səhv fikirləri müəyyənləşdirin. Antonimi kobud sözüdür. Bu düzdür. İncə sözü ilə yaxın mənalıdır. Zərif, incə, bu da düzdür. Tək mənalı sözdür. Səhvdir. Zərif sözünü biz çox mənalı söz kimi işlədə bilərik. Məsələn, zərif düşüncə, zərif davranış və s. bunlar məcazi mənalı ifadələrdir. Nəfis sözü ilə sinonimdir. Bu da düzdür. Nəfs yox ha, nəfis. 5. Məktub paket mənalarında işlənir. Bu zərf sözüdür. Zərif yox. 5 də səhvdir. Cavab oldu 3, 5. Daha sonra 73. Verilən sözlərin hər üçünə aid ortaq xüsusiyyətlər. Ay, düz, tək. Deməli, birincidə deyilir ki, müxtəlif nitq hissələrinə aid amonim sözlərdir. Baxaq, ay sözü. Birincisi yer kürəsinin peyki mənasında işlənə bilər. Daha sonra ilin 12 ayından biri kimi, daha doğrusu ilin 12 hissəsindən birinə biz ay deyirik. Bir də nida kimi işlənə bilər. Çağırış nidası. Məsələn, ay uşaq. Deməli, müxtəlif nitq hissələrinə aid amonim sözlərdir. Birinci uyğun gəldi. Ay uyğun gəldi. Düz. Düz sözü həm sifət kimi, isim kimi, feil kimi işlənir. Deməli, sifət kimi enişi yoxuşu olmayan hamar səth. Buna sifət kimi deyirik. Daha sonra düz, düzənlik. Bu isim kimi işləndi. Bir də düzmək feili var. Bu da oldu üçüncüsü. Deməli, 2 də uyğun gəldi. Tək sözü. Tək bir yalnız mənasında işlənə bilər. Daha sonra ədat kimi işlənə bilər. Yalnız, ancaq, tək sözləri say kimi işlənə bilər. Məsələn, deyirik, tək əldən səs çıxmaz. Bu da deməli, müxtəlif nitq hissələrinə aid oldu. Çox mənalı sözlərdir. Bu səhv fikirdir. Termin kimi işlənə bilir. Ay sözü coğrafiyada termin kimi işlənə bilər, digərləri isə yox.
Düz sözü də düzənlik mənasına gəldikdə termin kimi işlənə bilər, amma tək sözü işlənmir. Deməli, həm leksik, həm də qrammatik mənaya malik olan sözlərdir. Bu hər üçünə aiddir. Daha sonra eyni nitq hissələrinə aid amonim, bu da səhvdir. Dedik ki, müxtəlif nitq hissələrinə aid amonimlərdir. 74. Nümunədə altından xətt çəkilmiş sözlə bağlı yanlış fikirləri müəyyən edin. Bizə verilib ixtiyar sözü. Deməli, o neyləsin ömrünün bu ixtiyar yaşında? Antonimi cavanlıq sözdür. Ümumiyyətlə, ixtiyar sözü həm bir şeyə səlahiyyətli olmaq, yəni öz iradəsi, arzusu ilə hərəkət etmək mənasına gəlir, həm də qoca, yaşlı mənasına gələ bilir. Deməli, burada birincidə deyilir ki, antonimi cavanlıq sözdür. Cavanlıq yox, antonimi cavan sözü ola bilər. Çünki cavanlıq isimdir, amma ixtiyar sifətdir. Ona görə bunu antonim götürə bilmərik. Bizdən səhvlər istəyirdi, biri götürürük. Amonim kimi işlənə bilən sözdür. Düzdür, bayaq da mənalarını dedim. Qoca, yaşa dolmuş mənasında işlənib. Bu da düzdür. Bizdən yanlışlar istəyir, üçü götürmürük, düzdür. Müxtəlif nitq hissəsinə aid amonimliyi olan sözdür. Bunu da dedik, amonimdir. Mənalarını da dedim. Termin kimi də işlənə bilir. Bu səhvdir. Termin kimi işlənmir. Ümumişlək sözdür sadəcə. Termin isə ümumişlək olmayan sözlərdir. 75-ci sual. Nümunədəki sözlərlə bağlı doğru fikirləri müəyyən edin. Saldı xalısını səhraya min gül. Bəzədi torpağı süsənlə sümbül. Ağacda qönçələr baxdı göz gözə. Bənzədi qayğısız gülər bir üzə. Deməli, birinci misrada müxtəlif nitq hissələrinə aid amonim sözlər işlənib. Baxaq. Məsələn, min sözü həm say, həm də feil kimi işlənə bilir. Gül sözü də yenə həm isim kimi, çiçək, bir də gülmək feili kimi işlənə bilir. Deməli, bir düzdür. Bizdən də düzgün fikirlər istəyirdi. İkinci misrada amonimli olan köməkçi nitq hissəsi işlənib. Baxaq, bəzədi torpağı süsənlə sümbül. Süsənlə sözündə lalə var. Burada bağlayıcı kimi işlənib. Süsən və sümbül. Bir də lalə qoşma kimi də işlənə bilir. Bu da amonimlik təşkil eləyir. 2 düzdür. Gülər sözü sifət və feil kimi işlənən amonimdir. Səhvdir. Üz sözü amonimlik xüsusiyyətinə malikdir. Düzdür. Üz sözü həm üzmək feili kimi, həm də insanın üzü kimi amonim ola bilir. Bütün sözlərin həm leksik, həm qrammatik mənası var. Bu səhvdir. Görürük ki, bayaq da dedik ki, köməkçi nitq hissələri də işlənib. Köməkçi nitq hissələrinin isə leksik mənası yoxdur. Yalnız qrammatik mənası var. Doğru cavab oldu 1, 2, 4. İtirmək feilini üslubi cəhətdən əvəz edə bilən ifadənin işləndiyi cümlələri müəyyən edin. İtirməyi biz hansı mənalarda işlədə bilərik? Məsələn, diqqətsizlik üzündən hər hansı bir şeyi harda qoyduğunu xatırlamamaq, daha sonra qovmaq, rədd eləmək, daha sonra malik olduğu bir keyfiyyətdən məhrum olmaq, məsələn, deyirik, işləmə qabiliyyətini itirmək və s. kimi mənalarda işlədə bilərik. Deməli, birincidə deyir, təzə aldığı telefonu tez-tez unudub evdə qoyurdu. Unutmaq, evdə qoymaq bu itirmək deyil. Bilirik ki, o telefon evdə qoyubsa evdədir, itməyib. Ona görə bunu çıxırıq. Bir uyğun deyil. Bir ay davam edən döyüşdə torpaqların bir hissəsini əldən verdilər. Yəni, sahib olan bir şeyi itirdi. Artıq o onun deyil. Onda bu uyğun gəlir. Sənədləri atasına göstərmək üçün yaxınlaşanda o gözünə dəymədi. Burada itirmək mənasında işlənməyib. Yəni, bunu əvəz eləyə bilmərik. Dost ölümü ona həyatın vurduğu ən böyük zərbə idi. Yəni, dostunu itirməyi, yəni artıq ona sahib olmamağı ona ən böyük zərbə idi. Bunu da əvəz eləyə bilərik. Sonuncu ümidi də puç olan ana kör peşman geri qayıdırdı. Yəni, sonuncu ümidini də itirən, artıq ümidi olmayan ana. Bu da əvəz eləyə bilər. Doğru cavab oldu 2, 4, 5. 77-ci sual. Cümlələrdə altından xətt çəkilmiş sözlər əsasında uyğunluğu müəyyən edin. Deməli, birinci cümlədə verilib bizə təhdid sözü, daha sonra təşviq sözü, bir də təlqin sözü. Təhdid nədir? Deməli, təhdid qorxutmaq, hədələmək mənasındadır. Görürük, bu da B variantındadır. Deməli, 1-ə aiddir B, 1B. İkincisi, səhv etmirəmsə, təşviq sözüydür. Bir işi görmək üçün dilə tutmaq, həvəsləndirmək. Bu da onun düzgün izahıdır. Təlqin sözü də hər hansı fikri qəbul elətdirmək üçün insana edilən təsirdir. Bu da C-dir. Mübarizə mücadilə uyğun deyil. Xəyalən göz qabağına gətirmək. Bu da təxəyyül. Xəyal bu mənadan işlənir.
Deməli 1B, 2A, 3C. 78. Sərvət sözünün leksik xüsusiyyətləri ilə bağlı doğru fikirləri seçin. Leksik mənaya malikdir. Elə ikincidə də onun leksik mənası verilib. Var dövlət sözləri. Həm leksik mənaya malikdir, həm də sinonimi elə var dövlət sözləridir. Bunu götürürük. Amonim kimi işlənə bilir. Sərvət sözü amonim kimi işlənmir. Antonimi yoxdur, düzdür. Çoxmənalılıq yarada bilmir. Sərvət sözü çoxmənalı söz kimi işlənə bilir. 5-də səhvdir. Daha sonra 79-cu sual. Nümunədə altından xətt çəkilmiş sözlə bağlı doğru fikirləri müəyyən edin. Surət sözü verilib bizə. Surət sözü əvvəlki testlərdə də mənası demişdik. Bir insanın zahiri görünüşü mənasına gələ bilər, yəni xarici görünüşü. Bir də bir şeyin əslindən onun eynisi ilə köçürülməsidir. Məsələn, demişdik, bir yazının surətinin çıxarılması. Deməli, eyni nitq hissəsinə aid amonimliyi olan sözdür. Bu düzgün variantda ilə amonimlərini də indi saydım. Sürət sözü ilə eyni leksik mənaya malikdir, səhvdir. Sürət tamamilə başqadır, surət başqadır. Sinonimi var. Surət sözünün sinonimi var, düzdür. Məsələn, insan surəti dedikdə insanın görünüşü, şəkli və s. kimi sinonimlər işlədə bilərik. Amma digər mənasında, məsələn, bir yazının üzünün çıxarılması mənasında işlətdikdə də onun surəti yaxud nüsxəsi deyə bilərik. Yəni, sinonimləri var. Termin kimi işlənmişdir. Surət sözü termin kimi işlənmir. Daha sonra görünüş tərz mənasında biz verilən nümunə əsasında götürməliyik. Deməli, qəhrini çəkdiyim gülün surəti. Burada termin kimi işlənməyib. Bu səhvdir. Görünüş tərz mənasında işlənmişdir. Gülün surəti. Qəhrini çəkdiyim gülün surəti. Burada gülün surəti dedikdə hər halda onun görünüşünü nəzərdə tutur. Onda 5-i də götürə bilərik. Fərqləndirilmiş sözləri şərhlərlə uyğunlaşdırın. Deməli, səyyar kameralar hadisə yerində çəkilişlərə başladı. Səyyar sözünün mənasını bayaq demişdik. Deməli, gəzən, dolaşan, bir yerdə durmayan deməkdir. Baxaq variantlara. Deməli, C variantında daim bir yerdə durmayıb, istənilən yerə daşınan. 1-ə C uyğundur. Gənc aktyorun improvizasiyası hamının ürəyincə oldu. İmprovizasiya sözü A variantına baxsaq, mənası verilib. Hazırlaşmadan şeir, nitq söyləmə, mahnı oxuma, musiqi ifadə etmə. Yəni, hər hansı bir ifa çıxış zamanı əvvəlcədən bir şeyi planlaşdırmadan yeniliklər etmək. Yəni, təsadüfən həmin anda baş verən hadisəyə dərhal reaksiya vermək mənasında işlənilir. Deməli, A variantı ikinciyə uyğundur. Binanın tikintisində intensiv çalışan fəhlələr mükafatlandırıldılar. İntensiv də gərgin, qızğın, daha məhsuldar, səmərəli deməkdir. Bu da D variantıdır. Deməli, 1C, 2A, 3D. 81. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Verilib əhvalat, lətafət sözləri. Variantlara baxaq. Qrammatik mənasına görə isimdir. Əhvalat, lətafət. Hər ikisi isimdir. A-nı ortaya yazırıq. Hadisə sözü ilə sinonimdir. Bu əhvalat sözüdür. Antonimi yoxdur. Lətafət sözü incəlik, zəriflik. Bunun antonimi kobudluq ola bilər. Əhvalat sözünün isə antonimi yoxdur. C-ni birinciyə yazırıq. İncəlik, zəriflik, gözəllik sözləri ilə sinonim bu lətafət sözüdür. Və amonim söz deyil. Amonim olmayan da hər ikisidir. Deməli, 1B-C, 2D, 3A-Y. 82. Uyğunluğu müəyyən edin. Belə çap sifət sözləri verilib. Deyir, həm isim, həm də feil kimi işlənə bilən amonim sözdür. Bu, çap sözüdür. Həm çapmaq feili kimi işlənə bilər, həm də çap. Yəni, bir mətbəədə, nəşriyyatda çap olunan ya da bir şeyin çap olunması mənasında. Belə. Deməli, eyni nitq hissəsinə aid amonimdir. Bu, sifət sözüdür. Həm nitq hissəsi olur, həm də insan sifəti üzü mənasında işlənə bilər. Yəni, hər iki halda da bu isimdir. Deməli, B-ni 3-ə yazdıq. Köhnəlmiş sözdür. Heç biri köhnəlmiş söz deyil.
Yalnız qrammatik mənası olan söz kimi də işlənə bilir. D variantını 1-ə yaza bilərik. Belə ədəd olduqda onun leksik mənası olmur, yalnız qrammatik mənası olur. Amma əvəzli olduqda həm leksik, həm qrammatik mənası ola bilər. Termin kimi də işlənə bilən sözdür. Bu da sifət sözüdür. Dedik ki, nitq hissəsi olduqda termin kimi işlənir. 83. Verilmiş sözlərin leksik mənalarına əsasən uyğunluğu müəyyən edin. Defis, arxiv, kolleksiya. Deməli, cümlə üzvlərinin əlavəsindən əvvəl işlənən uzun üfüqi xətt. Bu tiredir, defis yox, ona görə A-nı götürmürük. Bir sıra mürəkkəb sözlərdə, sözləri sətirdən sətrə keçirdikdə və sair məqamlarda istifadə edilən kiçik xətt bu defisdir. Daha sonra tarix, incəsənət abidələrini, elmi təbii eksponatları toplayıb mühafizə və nümayiş etdirən müəssisə. Bu muzey ola bilər, heç birinə uyğun deyil, C-ni yazmırıq. Nümayiş etdirirsə bu muzeydir. Qədim sənədlərin və yazılı abidələrin saxlandığı müəssisə. Sənədlər, abidələr saxlanılırsa bu arxivdir. Elmi, bədii, tarixi əhəmiyyətli olan şeylərin müəyyən sistem üzrə düzülmüş toplusu bu da kolleksiyadır. Bir şey toplanıb düzülürsə bu kolleksiya olur. Deməli cavab oldu 1B, 2D, 3Y. 84. Verilmiş sözlərin leksik mənasına əsasən uyğunluğu müəyyən edin. Barelyef, çertyoj, abidə. Deməli, birincidə deyilir ki, bir işin nə kimi ardıcıllıqla və hansı müddətdə yerinə yetiriləcəyi və sair qabaqcadan planlaşdırma, bu heç birinə uyğun deyil. Tarixi əhəmiyyəti olan bir hadisəyə və ya tarixi bir şəxsə xatirə olaraq qoyulan heykəl, bu abidədir. 3-ə B-ni yazırıq. Yastı səth üzərində alçaq qabarlı təsvir. Bu barelyefdir. İnsan bədəninin beldən yuxarı hissəsinin heykəli, bu büstdür. Heç birinə uyğun deyil. Bir şeyin müəyyən üsullarla səth üzərində çəkilmiş şərti qrafik təsviri isə çertyoj adlanır. 85. Verilmiş sözlərin leksik mənalarına uyğunluğu müəyyən edin. Fövqəladə, aktual, optimal. Deməli, ciddi nizam və intizama tabe olan. Bu heç birinə aid deyil. Adətdən xaric görünməmiş. Bu fövqələdədir. Ən əlverişli, ən münasib. Ən əlverişli, münasib deyirsə, bu optimal ola bilər. Optimal sözünün izahıdır. Adi şəraitdən fərqlənən, qeyri-adi, dayanıqlı. Heç birinə aid deyil. Hazırki vəziyyət üçün ən mühüm, ən vacib olan bu da aktualdır. Hazırki vəziyyət deyirsə elə aktual sözünü götürə bilərik. 86. Verilmiş sözlərin leksik mənalarına əsasən uyğunluq. Mütərəqqi, müşavir, mülahizə. Deməli, məsləhətçi, məşvərətçi. Bu müşavirdir. Təşkil olunmuş ciddi nizam intizama tabe olan. Bu heç birinə aid deyil. Hər hansı bir məsələnin birlikdə müzakirəsi, iclas. Yenə bu da heç birinə aid deyil. Bu müşavirə ola bilərdi. Burada da elə bir variant yoxdur. İctimai inkişafa kömək eləyən. Bu mütərəqqidir. Yaxşı düşünülmüş fikir, rəy, nöqteyi nəzər. Bu da mülahizədir. Deməli, birinci mövzunun testlərinin izahını bitirdik. Növbəti videoda isə artıq digər mövzunun sözün həqiqi və məcazi mənası, tək mənalı, çox mənalı sözləri izah eləyəcəyim. Hər hansı bir sualınız olursa şərhlər bölməsinə yaza bilərsiniz. Video sizə faydalı olarsa bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənə qədər.